gün bu şirinlərlə uzaq yola səyahətə çıxırıq. Bəylər gülür, amma Emiliyanın mısmırığı yerindən sallanıb, çünki Teddisindən bir neçə gün ayrı qalacaq. Dedi, çamadanlarımız yer-bir olunana qədər burada biraz fotosessiya falan eləyək, özümüz üçün çəkilişlər falan elədik, atışdırmalıqlardan da atışdırdıq, yedik uşaqlarla birlikdə və hazırlaşırıq, təyyarənin içərisinə keçid eləyirik. Və bizim uçuşumuzu Turgut Travel təşkil eləyib biznes klassla. Çox təşəkkür eləyirik belə rahat bir uçuş bizim üçün təşkil etdikləri üçün. Həqiqətən komandası çox professionaldır. Çünki mən təyyarədən qorxan Arifə vaxtı necə gəlib getdiyindən belə xəbərim olmadı. Nəhayət çatdıq Doha, Qətərə. Emilia da anasına oxşayıb harda nə gördü çəkir. Bizi xüsusi bir transfer qarşıladı və yola davam edirik. Rahat bir şəkildə gəldik, otelimizə də çatdıq. Dohanın ən lüks və uşaqlar üçün xüsusi seçilmiş otellərindən biri Rixos Premium tayfana gəldik. Bu vloqumuzun birinci hissəsi idi dostlar. Davamı üçün videomuzu bəyənməyi, şərh yazmağı unutmayın ki, ikinci hissəsi gəlsin. Part 2-də görüşənədək hələlik.